Salamlayıram hər kəsi. Kimin vaxtı varsa, kim indi rahat şəraitdə əyləşib, maraqlı bir mövzuda iştirak etmək istəyirsə, zəhmət olmasa ürəklər ekrana, ürəklər göndərin bizə. Çünki bugün çox təşəkkür edirəm. Maraqlı bir mövzunun müzakirəsini edəcəyik. Gözlə bugün mən tək deyiləm. Həmkarlarımla bərabər çox dəyərli mütəxəssislərdir, psixologiya məktəbinin üzvləridir və biz bax bu dairəvi masa ətrafında hər birimiz əyləşib vacib və bugün cəmiyyət üçün aktual olan bir mövzunun müzakirəsini aparacağıq. Siz də suallarınızı verə bilərsiniz. O sualları da cavablandıracağıq. Təbii ki, məmnuniyyətlə mən buradan baxacağım. Moderatorluğu hələ mən edirəm. Müsailə xanım gələnə qədər həvalə etmişdi axı. Müsailə xanımdan yazıb ki, biraz gecikəcəm. Gecikəcək, hə, gəlsin. Neçə nəfərik biz bugün? 7 nəfər olacaq Müsailə xanımla bərabər. 7 mütəxəssis bir arada və mən elə gəlir ki, qadınları daha çox maraqlandıracaq bu mövzu. Amma istərdim ki, əks tərəfin nümayəndələri də iştirak etsin bu mövzuda. Necə düşünürsünüz? Hə, olur. Çünki lazımdır. Qadınların içində o fırtınalar ki baş verir, bəzən daxilən heç kimə bildirmədən, xanımlar məni çox gözəl başa düşə bilərlər də, hardakı insan çalışır dinməsin, danışmasın, özü yola versin deyirlər, hardasa biri od olanda biri su olmalıdır məsələləri, amma bu yanaşma, bu davranış modeli ailələrə həqiqətən də huzur gətirirmi yoxsa yox? Bax bu sual altındadır. Biz isə çalışmalıyıq nə edək? Hər zaman ailə münasibətlərində harmoniya, sağlam yanaşma, sevgi, dəyər, hörmət hissi yaşasın və bunun üçün də insan çalışmalıdır. İndi belə edək, hələ ki auditoriya yavaş-yavaş yığışır, yəni iştirakçılar hələ daxil olduqca, bax görürsünüz, daxil olurlar iştirakçılar. Mən istərdim birinci bu mövzunu elan edək artıq. Belə ad vermişdi də Müsailə xanım, qadın, kölgə qadın. Birincisi istərdim yazasınız. Kölgə qadın deyəndə ağlınıza ilk gələn nə olur? Siz bir dənə zəhmət olmasa fikirlərinizi yazın. Kölgə qadın deyəndə ilk ağlınıza gələn assosiativ olaraq da nə olur? Birinci istərdim sizdən bir soruşum. Xanımlar, bax Müsailə xanım bu təklifi edəndə ki, bu mövzu ətrafında mən indi işləyirəm, istəyirəm o dərinliklərə gedək də. Qadın, kölgə qadın deyəndə məhz qadın və o kölgə qadın. Tabii ki, gözə görünməz qadın. Yəni, bütün yolda, mən istəyirəm sizi çəkim. ailədə, buyurun, danışın Səbəh xanım. ailədə qadın öz yoldaşının bütün istəkləri ilə razılaşmalıdır. Yəni, mən nə deyirəmsə, o şəkildə hər şey həll olunmalıdır. Evdə mənim sözüm əsasdır. Qadının yəni sərbəst düşünməyə, öz sözünü deməyə heç bir hüququ olmur. Belə olan halda da əlbəttə ki, qadınlar, hər bir insan öz fikirləri var, insanlar individualdır, öz maraqları olur, öz istəkləri olur. Yaxşı olar ki, bir araya gəlib fikirləşmək, bir araya gəlib nəticə çıxartmaq. Yəni, bu çox vacib nüanslardır. Hər bir adamın demək, qanun deyil ki, yoldaşının dediyini eləsin. Buna ehtiyac yoxdur. Mən, məsəl üçün, evin kişisiyəm, bunu deyirəmsə, sənin istəklərini nəzərə almadan qadının, bunlar həll olmalıdır. Bu şəkildə getməlidir. Bütün işlər, problemlər həll olmalıdır. Bu tamamilə ziddir ailə tərzinə. Çünki burada inkişaf əslində hər iki tərəfin ünsiyyətinin yaxşı olub. Bir araya gəlməsi, yaxşı yol seçmələri üçün birlikdə düşünmələri, onların hansının deməli müsbət olmasını birlikdə həll eləməlidirlər. Bir tərəfli bu düzgün hal deyil. Bu sağlam həyat tərzi deyil. Yəni siz indi hesab edirsiniz ki, bax bu mövzu olaraq da indi artıq biraz hələ o qədər dərinliyə getmədən Şəfəq xanım, danışan bax bu gözəl mütəxəssisimiz Şəfəq xanımdır və bu məhz ifadə kölgə qadın deyəndə siz elə ağlınıza gəldi ki, ailədə sanki bir tərəfli münasibət çox vaxt olur. Biri danışır, qərarlar verir, seçimlər edir, digərin heç istəkləri nəzərə alınmır. İlk ağlınıza gələn oldu. Belə bir hallarla rastlaşmısınızmı?
auditoriyamızdan soruşaq görək ümumiyyətlə indi hal-hazırda ailəli olan insanlar varsa bir plus yazın. Hələlik iştirakçılar o qədər də çox deyil, amma yəqin ki birazdan mövzumuza şərh gətirdikcə Adilə xanım bu mövzu ilə əlaqəli bilirəm ki indi öz fikirlərini söyləyəcək. Aha, mən onu başqa cür başa düşürəm, kölgə qadın deyəndə. Bugünkü mövzuya görə dəfələrlə baxdığım filmə, bugün bir daha baxdım ki, bəlkə orada başqa nüansları nəzərimə çarpsa. Hansı film idi o? The Wife, 2017-ci il istehsalı filmdir. Həyat yoldaşı gedir. Bəli, Nobel mükafatçısı bir yazar haqqındadır bu film. Son nəticədə yəni aydın olur ki, sən demə neçə illərdir, illər ərzində əslində həyat yoldaşı qadın, bütün yazıların müəllifi xanım imiş, amma onları yoldaşının adına çıxardı. Və yadıma düşdü. Bu Nobel mükafatını alanda xanım gözləyir ki, bəlkə o anda, o səhnədə yoldaşı etiraf edəcək ki, əslində bu mənim həyat yoldaşım. Heç olmasa dəstək olub, mənim yanımda olub. İllər ərzində dözür, öz yoldaşı da dözülməz əslində. Yəni, bizim ailələrdə də, Azərbaycanda da bu dəqiqə o elə bir tip formalaşıb ki, kənardan baxanda kölgə qadın. Hamı elə bilir ki, bu ideal ailənin qurucusu, onu ayağında saxlayan, gözəl tərbiyəli evladlar, savadlı evladlar, hər şey ideal ailədə, bunun hamısının arxasında bir kişi qüvvəsi dayanır. Əslində elə deyil. Elə deyil. O kişinin gücünü göstərən də, o kişinin hər şeyinə dözüb, onu ideal... Kişilər tərəfindən buradan etirazlar eşitlər yəni. Əslində tədbirlərdə yığışanda bir də görürsünüz ki, kişilər deyirlər, biz xanımlarsız nə edə bilərdik? Belə bir fikirlər söyləyirlər, düzən? İndi yoxdur, etiraf edənlər. İndi yəni o görüntünü kişilər sevirlər. Bəzən də xanımlar özləri bunu seçirlər. Göndərin, dostlar. Düzdür, yazırlar. Xanımlar özləri seçirlər ki, özləri ideal həyat yoldaşı obrazını yaradırlar. Hər bir xanım istəyir ki, onun belə arxasında şirkin, güclü qadın, güclü həyat yoldaşı olsun. O obrazı xanım ideal olaraq yaradır. El içində, qohum-əqrəbə içində, dost-tanış içində ki, bəli, bu ideal ailənin ayaq üstə saxlayan hər şeyə qadir mənim həyat yoldaşım da əslində özüdür. Əslində qadınların əksəriyyəti bugün Azərbaycanda 80% xanımların özüdür o ideal görüntünü, o gücü, qüvvəni ailədə saxlayan. Blogerlərimizin əksəriyyəti həyat yoldaşının verə bilmədiyi o super lüks həyatı onlar görüntü olaraq elə göstərirlər ki, bunu həyat yoldaşı yaşadır ona hər şey. Güllər, hədiyyələr, özləri edirlər əslində o ideal ailə görüntüsünə, o sevgini, məhəbbəti süni olaraq. Çünki görmürlər axı. Görmürlər, ay kişilər, oyanın axır. Oyanın, artıq burada etiraz, burada söhbətlər var indi. Yəni siz hesab edirsiniz ki, qadın böyük qüvvət, qadın onsuz da evdəki atmosferi yaradır da, düzdürmü? Yaxşı, Adilə xanım, gəlin bir dənə belə deyəyim. Bax, görürsünüz buradan hansı fikirlər söylənir ki, qadın əslində ailədəki o bir bu havanı aparacaq bir qüvvəyə malik olan bir xanımdır. Amma nədənsə çox vaxt kişilər bunun fərqində olmurlar. Amma bəs niyə görə bəzən qadınlar elə o kölgədə qalmağı seçirlər? Bizi əvvəldən bu aşılanır baxı. Yəni keçmişdən Azərbaycan, bəlkə də biz Avropada, bizim qızlarımız gedib Avropada yaşasa, bunu eləməyəcəklər, bu qurbanları verməyəcəklər, tam başqa cür olacaq hər şey. Bizim qanımıza işləyib Azərbaycanlı ailələrdə. Görün necə sözlər danışırlar. Kişidir, yəni idarə edici, kişidir, qazanıb gətirən. Yəni bu bizə aşılanıb körpəlikdən, bu bizim tərbiyəmizdir, bu bizim nənələrdən, babalardan keçən, yəni aşılanan əbədi bu şuur altımıza yer edilən ailə modeli budur. Kişi olmalıdır aparıcı qüvvə. Ona görə bəzi ailələrdə kimdə ki, qadını göstərirlər, güclü, qazanan, gətirənlər, o kişi təhqir olunur.
O kişi 4-5 dost çevrəsində, yəni alçaldılır, başqa cür qəbul olunur, atası tərəfindən, dost çevrəsi tərəfindən. Ona görə qadın özünə o Yəni ailədəki stereotiplərdən irəli gələrək düşünürsüz də? Sabahlar qadın o qurbanları verir, öz arzu istəklərini, özünü belə qəhrəman obrazına təqdim eləməyi. Vay vay, yazılar indi kişi yoxdur. Bu qədər də sərt olmayaq. Yox, var. Yox, var. Təbii ki, yaxşı insan şəxsiyyətlər var ki, onlara hər zaman insan hörmət etmək istəyir. Amma bəzən insanlar özlərin fərqində olmurlar etdikləri səhvlərin. Bax, bu da var. Ailədə çox vaxt münasibətdə insan düşünür ki, yalancı ideologiya deyirlər də buna. Yəni, sanki belə olmalıdır, cəmiyyətdə bu cür qəbul olunur, bu normada, normativdir. Bax, bu səhvlərdir ki... Qadın elə bir qüvvədir ki, kişi yəni bilə-bilə hər şeyi, yenə də bax, Şəfəq xanımın dediyi söz də yəni həqiqətdir ki, bilə-bilə ki, idarə edici, bu ailəni ayaq üstə saxlayan, aparıcı qüvvə, övladlarının tərbiyəli, savadlı olmağında, evinin təmiz, səliqəli, hər şey gözəl, ailənin gözəl görüntüsündə qadındır. Amma çox kişi onu bildirmir, qadını alçaldır. Bir kəlmə təşəkkür. Bircə güllə, adi səndən bir dənə dəyər istədim, diqqət istədim. Çox sağ ol, yəni sən, təşəkkür. Özünə sığışdırmayıb, bunu heç kimin yanında gizlində deyə bilər həyat yoldaşına. Amma bir o təşəkkür sözünə görə qadın ondan sonra nə ömrü qalıbsa, yenə onu da qurban verməyə hazır olur. Bu Azərbaycan qadınlar. İndi biz danışacağıq bu məsələnin, dostlar. Baxın, biraz özümə də tərəf çəkim kameranı. Bugün həm operator mənəm, həm moderatoram. Odur ki, biraz üzürlü sayır. Texniki biraz titrəyişlər olsa narahat olmayın. Bizimki gizlində dəmir deyir, dəmir borcundur. Gizlində deyir, borcundur. Yəni elə deyirlər. Biz indi bu məsələnin psixoloji tərəflərini də açacağıq. Çünki istər-istəməz insanın içindəki o ehtiyaclar, haradakı saxlayır həmin o vəziyyətdə də. Sanki özünün üçün çıxılmaz bir durum kimi görürsə ki, mənim başqa bir çıxış yolum yoxdur. Mən indi düşmüşəm bu ailəyə, bu mühitə, başqa neyniyə bilərəm? Bax, bu suallar çox vaxt insanları təəssüflər olsun ki, donmuş bir buz parçasına çevirir ki, insan həm inkişafdan qalır, həm öz gələcək perspektivində, xüsusən də söhbət indi biz qadınların mövqeyindən danışırıq da, qadınların öz xəyallarının reallaşmasından əlaqəli bütün bu istəklər sanki susturulur, bastırılır. Nədən yaranır bax belə bu hallar? Hansı səbəbdən? Kim danışmaq istəyər? Zəhmət olmasa fikriniz var, əlavəniz var? Şəfəq xanım, buyurun. Samirə xanım, biz psixologiya sahəsində olduğumuz üçün təbii ki, bunun psixoloji tərəflərinə yönəltməliyik. Məsələn, elə insanlar var ki, onlara heç təzyiq edilməmiş, bu hərəkətləri edir. Məsələn, bayaq qınadır ki, kişilər var ki, yoldaşını deyir, mən necə düşünməliyəm, sən də mənim robotuma çevrilməlisən. Belə də olur ki, bu sərbəst şəkildə qadın, məsələn, xarakterlə də asılıdır. Aslında xarakterli qadınlar var ki, onlara heç nə təzyiq, nə demə, onlar artıq bu şəkildə həyatı qurmağa bu cür hazır olurlar. Onların bəxtləri gətirir bəzən ki, çox dünya görüşlü, anlaşıqlı həyat yoldaşları olur. Bu, yəni onların bu cəhətləri çox gözə görünmür və yaxşı bir həyat tərzi olur. Amma bu onda anormallıq tərəfi yaranır ki, məsələn, kənardan baxanın qadına yazığı gəlir ki, çox acınacaqlı vəziyyətdir. Nə cür? Aslında xarakterlərdə susqunluq olur. Öz dərdlərini, istədiklərini aydın şəkildə deyə bilmirlər. Onlar elə bir ki, bu vəziyyəti əvvəlcədən planlaşdırılmış kimi bu ailəyə gətirirlər. Onda patoloji vəziyyət yaranır ki, biraz da kişi sərtdir, istəyir, biraz da mükəmməl şəxsiyyət olmayanda, yoldaşı, natamamlıq olanda burada partlayış baş verir. Lakin bu partlayış başqa ailələrdə, gözü açıq insanlarda, isteroid xasiyyətli və yaxud başqa gözü açıq qadınlarda artıq bu ya ayrılma, ya yoluna qoyma gedişatı baş verir. Amma burada
Yəni qadın susur, gün-gündən içinə tökür belə Və hərəkətləri. bir xanım da yazır ki, özüm üçün yaşamda ancaq uşaqlarıma görə həyat sürürəm. O qadın fikirləşir ki, hə, uşağıma görə mən bu həyatı yaşamalıyam. Ancaq uşağa görə necə yaşayır? Uşaq baxır anaya ki, ana məzlum gündədir, özünə qapanıb. Amma yoldaşı da gün-gündən nə edir? İnsanlarda da belə şey var da, qabağında sözü deməyəndə, açıq şəkildə müzakirə olunmayanda bir problem. Bu daha da dərinləşir problem. Ona görə uşaqlar əziyyət çəkir, bəli, psixoloji cəhətdən. Ana susur, ata isə öz hegemon hərəkətlərini artırmaqda davam edir. Düzdür, bu ailələr gedir başa qədər. Uşaqlar nevroz yaranır, ana xəstələnir, bunlar olur. Amma 70-80 yaşı ailəni vururlar bunlar, belə adamlar. Başa, bunların problemləri çox görünmür gözə. Amma başqa cür xarakterli, açıq gözlü insanlarda artıq bu problem... Yəni siz bunu əlaqələndirirsiniz ki, xarakter tipindən də çox şahdır dünya görüşündə. Bu bir səbəbdir. Başqa, aha, buyurun. Tərcihdən gəlir, mən düşünərdim ki, uşaqlıqdan valideynlər... Danışır Pərvanə xanım. Uşaqlıqdan valideynlər nə görür uşaqlar ailədə. Elə də biz böyüyürük. Yəni, nəsildən nəsilə ötürülən stereotiplər gedir də. Bizdə onlar olmaz. Əziz qadınlar, özünüzə həmişə bilinci tutun. Həmişə özünüzə fikir verin, özünüzü sevin. Və kişilər də bunu bilməlidir ki, ailənin sağlamlığı qadının sağlamlığıdır. Qadın sağlam olarsa, ailə sağlam olacaqdır. Açıq şəkildə söhbət edə bilmirik, xanım yazır. Deyir, açıq şəkildə söhbət edə bilmirik. Xoşun gəlmir, gedə bilərsən. Bax, bu əslində çox xoşa gəlməz bir siqnaldır da. Çünki Rəna xanım sizə də söz verəcəm. Çünki, belə deyim də, insanlar arasında çox vaxt buna deyirlər müdafiə mexanizmi. Yəni, mən bilmirəm çıxış yolu nədir. Amma öz istədiyim kimi vəziyyəti saxlamaq üçün buna deyirlər manipulyasiya etməkdə. Yəni, bu formada insan başa düşsün ki, mənə təsir edə bilməyəcək. Yəni, mənə belə xoşdur, mənim üçün problem deyil. Sənin problemində get psixoloqa. Bax, elə deyirlər çox vaxtda. Sən mənə rahatdır, mənə yaxşıdır. Bu, insan hal-hazırda vəziyyəti dəyişmək üçün heç bir səy göstərmir. Bu, yaxşı bir hal deyil, təəssüflər olsun. Lakin, bu o demək deyil ki, artıq kitab bağlanmalıdır. Bax, bunu da söyləyək. Çünki insanlar çox vaxt münasibətlərdə problem yaşayanda dərhal çalışırlar ki, yəni təslim olsunlar. Yəni heç nə edə bilmirəm. Qarşı tərəf üçün də etmək istəmir, dəyişilmək istəmir. O zaman mən nə edə bilərəm? Bir tək çarə qalır ya susub danışmamaq, ya da ki, bu münasibəti sonlandırmaq. Amma insanlar başa düşsə ki, vəziyyəti dəyişmək üçün davranış modeli dəyişməlidir. Yəni, siz ola bilər ki, bu saat ona təsir edə bilmirsiniz, onu dəyişə bilmirsiniz. Çünki o insan özündə problem görə bilmir. Amma siz özünüz vəziyyətə qarşı həm münasibətinizi, həm özünüzdəki davranış modeli dəyişə bilərsiniz ki, insan sizə, belə deyim də, sizdən gözlənilən reaksiyaların tam başqasını əldə etsin. Yəni, mən səndən heç bunu gözləmirdim, amma sən bunu etdin. Yəni, mən istərdim ki, indi xanım, Rəna xanım da öz fikrini bildirsin. Mən də düşünürəm ki, ailədə xanım xoşbəxt olarsa, övladlar da xoşbəxt olacaq. Bütün ailə xoşbəxt olacaq. Əsas xanımın özünü həyatının mərkəzinə qoymağıdır və bu o demək deyil ki, digər ailə üzvlərinin hər hansı bir istəklərini, tələbatlarını görməzdən gəlsin, onları dəyərsizləşdirsin. Yox, əsla. Xanım özünə dəyər verdikcə, xanım öz duyğularını ilk növbədə özü anlayıb, özü dəyərləndirib, öz tələbatlarını araşdırdıqca həyatdan nə əldə edib, nə əldə etmək istəyir, hansı arzularını, duyğularını bastırıb, nəyə görə o görməzdən gəlirlər onu kənardan və bunu necə dəyişə bilər. Bunları düşünərsə, düşünürəm ki, müəyyən bir addımlar atacaq və Rəna xanım dərhal çıxış yolu artıq verdi, göstərir ki, mütləqdir. Xanımlar, özünüzü düşünün, özünüz barədə. Düşünürəm ki, bu bastırılmış duyğulardır, susqunluqdur, xanımın kölgədə qalması hardasa komplekslərlə bağlıdır. Ola bilər ki, xanımda günahkarlıq kompleksi olsun. Hər kəsi razı salmağa can atsın, daim... Bu psixoloji səbəblərdən ən vacibidir əslində. Yox deməyi bacarmasın.
və hər kəsi qane etmək, hər kəsi razı salmaq, hər kəsi xoşbəxt etməyi onun üçün vacib olsun, önəmli olsun. Bu səbəblərdən də ola bilər. Və biz düşünə bilərik ki, bu övladlarımız üçün yaxşıdır. Amma digər tərəfdən o övladlara biz özümüzə qıymayıb onlara edəndə, uşaq da görəndə ki, ana öz istəklərindən keçir, ana hər şeyindən keçir, amma uşağı edir. Sabah o uşaqda özündə də günahkarlıq kompleksi formalaşacaq. Fədakar valideynlərdən fədakar valideyni görəndə nankörlüklə ola bilər. Yəni bu reaksiyalar fərqli olur, amma istərsəməz müsbət təsir etmir də. Nə qədər də olsa, Çünki xanım o daxilən o sevinci, xoşbəxtliyi yaşamalıdır ki, o xoşbəxtliyi ötürə bilsin. Və uşaqların da adətən ananın duyğularına bağlı olurlar. Gəlin. Ana hansı duyğuları yaşayırsa, əgər ana ruh düşkünlüyündədirsə, avtomatik uşaqlarda da ruh düşkünlüyü yaranır. İstər-istəməz onların təhsilinə də təsir edir, davranışlarına da təsir edir. Düşünürəm ki, ona görə ilk növbədə özümüzü sevməyi bacarmalıyıq, özümüzə dəyər verməyi bacarmalıyıq ki, övladlarımıza da bu nümunə olsun və qarşılıqlı olsun hər şey. Yəni kölgədə qalmayaq bir növdə. İndi baxın, Vüsələ xanım da burada da gəldi. Salamlayıram sizi Vüsələ xanım. Hal-hazırda bir daha belə deyim də, kameranı çevirim. Bayaqdan Vüsələ xanım danışırıq, bu mövzu ilə əlaqəli fikirlər söyləyirik. Bu mövzunun müzakirəsini təklif edən bizim dəyərli kollega, həmkarım Vüsələ xanım oldu. Çünki bugün üçün cəmiyyətdə gördüyünüz kimi, bax bayaqdan biz müzakirə aparırıq. Hər bir ailədə insan bu kimi problemləri görür. Yəni fərq etmir burada. Əgər söhbət indi qadından gedirsə, biz indi qadın mövqeyindən danışırıqsa, mən başa düşürəm ki, burada bu mövzuda kişilər də istəyərlər öz fikirlərini bildirsinlər ki, axı qadın bu cür davranır deyənə mən nə edə bilərəm? Qadının özünün öz narahatlığı var, özü gedib bu problemi öz daxilində tapmalıdır. Bəs mənim öhdəliyimə nə düşür? Mən nə etməliyəm? Bəzən insanlar məlumatsız olduğundan bu vəziyyətdən çıxa bilmirlər. Bəli, ona görə insanlar hətta normativ olaraq görürlər. Yanlış ideologiyada belə söylədim. Sanki ailədə olur belə hallarda. Yəni insanlar bir ümumi fikrə gəlib çatmaq üçün səy göstərməlidir. Kimsə güzəştə getməlidir, kimsə marağı daha üstün olmalıdır. Çünki bu saat lazımdır deyənə. Amma qadının daxilində hansı burulğanlar baş verir bu zaman? Bax, bu çox vacib bir məqamdır ki, biz onları vurğulayaq və əsas məqsədimiz də nədir? Məqsədimiz odur ki, bu əlamətləri özündə tapan insan birincisi bunun səbəblərini aydınlaşdırsın. Niyə görə mən susqunluğa məruz qalıram? Niyə görə mən danışmağa cəhd edə bilmirəm? Daha sonra isə artıq o çıxış yolları da hardasa bir işıqlansın. Vüsələ xanım, istəyirəm siz də bir, əgər indi düz yoldan gəlmişsiniz, danışa bilərsinizsə, danışın. Mən gecikmişəm. Çox sağ olun gözlədiyiniz üçün. Hər kəs salamlayıram, xanımları da. Onlarla da yaxşı salamlaşa bilmədim. Eyni zamanda izləyicilərimizə də. Düzdür, mən indi haradadır canlıyam? TikTokda açmışam, bəli. İndi auditoriya onsuz da elə, biz də özümüz də elə, demək olar ki, bir 20 dəqiqədə açmışıq efiri. Yəni müzakirəyə başlamışsınız. Başlamışıq, biraz giriş edirik, amma əsas o dərinliklərə hələ gedib çatmamışıq. Hələ söhbət çox. Zəhmət olmasa iştirakçılardan xahiş edirəm, bir ürəklər atın. Çünki belə deyək də, canlı TikTokun qaydalarına görə su falan düşməməlidir. Bayaq efirə düşdü. Deyirəm, birdən TikTok bizi ban edər. Ona görə zəhmət olmasa ürəklər atın, paylaşın səhifəni ki, daha çox insanlar görə bilsin. Birazdan auditoriya daha da genişlənər inşallah. Buyurun. Vüsələ xanım. Məncə mən sizin səhifədə yeniyəm. Bu sahədə çoxdan olsam da, indi sizin izləyiciləriniz bəlkə də məni ilk dəfədir gör. Qısa olaraq özüm haqqında deyim ki, Vüsələ Abbasova, klinik psixoloqam. Artıq bu sahədə xüsusən də xanımlarla yetəri qədər seminarlarımız, görüşlərimiz, eyni zamanda müxtəlif marafonlarda həm onlayn, həm canlı olaraq görüşmüşük. Bu mövzuna əsas qabartma səbəbim düzdür, müxtəlif mövzularda qadınlarla bağlı hər zaman nədənsə danışırdıq. Amma
Bugün ailə məişət mövzusunda daha çox mənə elə gəlir müraciətlər var. Sizə Bəli, çoxdur. Bütün problemlərin kökündə baxıb görürük ki, hətta uşaqlarla əlaqəli davranış modelində də baxıb görürük ki, ailədəki mühitdən əlaqəlidir. Bu valideynlərin bir-birinə qarşı münasibətində olan çoxlu saylı problemlər var. Daha çox da bəli, uşaqlarla bağlı müraciət edən mən ona deyirəm ki, gəlin birinci sizdən başlayaq, daha sonra uşağa keçək görək niyə yaranıb bu aqressiya, nə zamanla yaranıb. Və əslində kökünə baxanda görürük ki, səbəb ailədir, ana deyil, ata deyil. Məhz o qadın və kişinin birgə valideyn olmaqlarındadır problem. Sistemdə bir problem var və ona görə sistem hardasa mexanizmdə bir pozuntu baş verir. Və ona görə də daha çox təəssüf ki, öyrəşmişik. Hər bir yük qadının üstünə düşür deyirik və qadın burada daha çox kölgədə qalan tərəf olur. Daha çox məsuliyyət altına girən, daha çox özündən qurban verən, amma öz duyğuları, öz insanlığı, öz mənəviyyatı daha çox arxa plana keçib kölgədə qalma fonunda yaşamağa başlayır. Təəssüf ki, doğduğumuz xüsusən də lap belə dərindən gedəndə bu qanunların daha çox əvvəldən ailə daxilində, atadan, anadan gördüyüm münasibətlər fonunda gəlir və düşünür ki, gedəcəm, ailə quracam. Şu qızlarımız bu arada ailə daxili problemlərin ən böyük səbəbləri budur. Bilməm, bəlkə bunu mənə qədər artıq müzakirə etmişsiniz, mən təkrar etmiş oluram. Yox, elə hər fərənin özünə görə fərqli fikirləri var, çünki burada səbəblər də çoxdur. Məsələn, bugün nə düşünür ki, ailə quracam, qızlar daha çox. Ailə quracam, gedəcəm, istədiyim lüks həyatı yaşayacam. Sizə rahat olsun. Yox, narahat olmayın, böyle ailə həyatı quracam, nə bilim, xüsusən də bu teleseriallar da bizim ailə dəyərlərimizə çox təsir göstərir. Blogerlərin göstərdiyi xarici yaşayış şəraiti və yaxud da ki, öz arzuları, xəyalları biz əvvəllər çox belə romantik böyüdürdülər, utopik böyüdürdülər xəyallar içərisindəki. Bir zamanın uşaqları var idi ki, Hind kinoları ilə böyüdü, sevgini elə bilirdi ki, yəni möhtəşəm bir şeydir, özlərini qurban verməlidilər. Daha sonraki nəsil gəldi, böyüdü Braziliya teleserialları ilə və üçüncü nəsil gəldi Türk serialları ilə və bunlar hamısı bizim öz ailə dəyərlərimizi xırda-xırda sarsıtmağa başladı. Niyə? Çünki təməldə güclü ailə bağları yox idi bizdə və bizdə həmişə ata-babadan belə bir söz var. Mənim hətta ətrafımda da deyirəm. Heyf deyildi keçmiş zaman. Hayf deyirlər bəlkə kişilər. Deyirəm ki, keçmişdə nə var idi? Dinimizə hayfslanırsınız da. O kişi nə deyirdi oydu? Kişilər də deyirəm, çox söyləyir. Niyə? Atalarımız, babalar, hətta mən elə bir misallar çəkilir. Efir xətri mən onu deyə bilmərəm də. Yəni, kişiləri o dərəcədə belə ikonlaşdırırlar ki, yəni qadın yox dərəcəsi, sadəcə Bəncə uşaq doğmaq, çox üzr istəyirəm, yəni övlad da deyildi də, uşaq doğmaq və onu müəyyən bir həddə buluğa çatdırmaq, o təhsil də deyildi, o tərbiyə də deyildi. Yəni sonra cəmiyyət öz-özünə tərbiyə eləyirdi. Bugün məsələn orta yaş statistikasında bizim atalarımızı götürsək, yəni təqribən elə eyni yaş dönəmini deyirəm, məsələn, mən bir 60-70 yaşı nəzərdə tuturam. O insanlar cəmiyyətdə özləri öz mövqelərini tutmağa çalışmış insanlardır. Onlarda daha belə köklü, biz deyirik ailə dəyərləri, mən hörmət edirəm, yəni nə sevirəm öz Azərbaycanlıların ailə bağlılığını, amma iş orasıdır ki, orada belə bir çatmayan tərəf var. Atadan həddən artıq qorxu var idi. Məsələn, bir evin içində yaşamaq məcburiyyətimiz var idi, düzdür, gəlin, qaynata, gəlin olmalı idi. Amma sən orada qadınıva deyə bilməzdin, adı ilə belə ki, gəl mənə çay süz. Və yaxud uşağını qucağına ala bilməzdin ki, bu hörmətsizlikdir, bilməm, siz sərflərdə. Bəli, eşitmişəm mən də onları. Və bu hansı ayı? Valideyn yanında uşağı öpmək yaxşı deyil. Hətta indi belə qalan o düşüncədə insanlar var. Və mənim axırıncı dəfə bir pasiyentimlə biz bu haqda Samira xanım müzakirə etdik. Dedi ki, atam üçün o qədər darıxıram. Dedim, mənim atam heç vaxt məni qucaqlamayıb, öpməyib. Yəni, insan hüquqşünasdır, yetərli qədər belə status tutubdur həyatda. Mənim dedi, atam məni heç vaxt qucaqlamayıb, amma ölümünə yaxın bir 4-5 il biz çox yaxın olduq. O məni qucaqladı, öpürdü, nə bilim, durduq yerdə məni tərifləyirdi və bunu Türkiyədə hüququ bitirmiş bir insan deyil və
Bir neçə şirkət sahibidir. Mən indi deyir o 5 il üçün darıxıram. Atam üçün darıxma səbəbim budur. Çünki davranış modeli gördüyünüz kimi dəyişə bilər. Bəli, atam deyir məni qucaqlamırdı. Və bugün həmin adamın, Səmirə xanım, ailəsində problemi var, xəyanət var. Özü də etiraf edir ki, mən yoldaşıma xəyanət edirəm və indi o ailə modelini düzəlt. Orada xanım hardadır? Yenə zəncirvari gəlir, nəyə çıxır? Ailə daxili problemə və xanımın burada daha çox əzilməsinə. Biz ona görə biraz mənə elə gəlir ki, o konservativlikdən biraz kənara çıxıb, əslində qadın və kişi hüquqlarını burada bərabərləşdirmək. Bəzən belə danışanda elə düşünürlər ki, bu feminist çıxışlardır. Əslində bu feminist çıxış deyil. Bu sadəcə insan olaraq sən də bu dünyaya 50-60 il ömür sürməyə gəlmişsən, məndə də. Gəlin bunu bərabər yaşayaq prinsipidir. Və kölgədə qalan qadınlar olmasının səbəbi də bugünkü görüşümüzün. Əslində o qadınlara birazcıq işıq tutmaqdır niyyətimiz ki, bəlkə də yaşamayıb oradan da o insan 40 ilini, 50 ilini, yəni xüsusən də o 40-dan yuxarılar daha çox, yenə 40-a qədər az çox nəsə görüblər. Və o insanlar daha çox artıq mənə elə gəlir gün üzünə çıxmalıdır. Əlbəttə. Və onlar öz ailələrindən gələndə, atadan, anadan düşündülər ki, gedəcəm yeni düşdüyüm mühitdə ərim məni daha çox hörmət eləyəcək, kinolar var beynimdə, nağıllar var, o top. Və bizdə əsasən ailədə necədir? Ərə gedərsən, əri də səni üçləyər. Burada bunu geyinmək olmaz, ərə gedərsən, ərin icazə verir. Yəni, hər şey bir məqsədə yönəldir. Amma əslində təməndə olan məsələ. Ərin deyibdi ki, gəlinim gəlsəydi, və biz nə deyirik? Bizim qaynamız da olur. Biz İranı. Qaynam olmaq istəmirəm. Nə deyir? Deyir ki, gəlin mənim süpürgəmdir. Harada qoysam, oradadır. İndi yazıq gəlin, gəlir. İndi gəlir ki, qaynananın süpürgəsi olsun. Nə bilim, qaynatanın... Artıq öncədən buna psixoloji hazır olur ki, əslində belədir. Süpürgə olmağı gibi. Yox, o hazır deyil. O əslində xəyallarla gəlir. Bizim qaynanalarımız hazırdır. Çünki qaynana da qaynananın əlindən çıxıb gözlür ki, biri də gələcək, mən də ona öz yaşam. Bütün acığını da çıxacaq, hə, mən bunu eləmişəm, niyə o elə eləməməlidir? Gördüyünü təkrarlayır. Əksinə. O da seçimdir. Amma seçim problemi həll etdiyimiz... İnsan var ki, yaxşı olmayan bir şey yaşayır, ya uşaqlığında, ya nə bilim ailədə, gəlin olaraq. Ondan məmnun deyil, can sıxıntısı yaşayır, xoşuna gəlməyən əziyyətlər görür. Deyir ki, mən bunu heç vaxt eləməyəcəm, çünki mən xoşuma gəlmirdi bu şey. İnsan da var ki, onu yaşayır, hansı bir əziyyəti çəkir, deyir, mənə çəkdiriblər, mən də çəkdirəcəm. Bu artıq seçimdir. O insan artıq özü o yaşda yaşamağa başlayan insanlardır. Yəni, onlar artıq haradasa kölgədən çıxmış qadınlardır ki, fərqinə varırdı. O fərqinəlik gəlir ona ki, mən nə qədər əziyyət çəkmişəm, bunu mən yaşamışamsa, bunu qarşımdakı yaşamasın. Siz dediyiniz gözəl, belə desək, analardır, əlbəttə ki, seçimdir. O da insanın daxilinə bağlı olan bir şeydir. Əlbəttə ki. Eyni zamanda, Səmirə xanım, məncə onun psixoloji möhkəm olmasından irəli gəlir ki, başqasının xoşbəxtliyinə baxıb, hər kəs xoşbəxt ola bilir. Əlbəttə, istəsə belə, qaynanalar da gəlinin xoşbəxt olduğunu görəndə, bu şuuraltı bunlar hamısı komplekslərdən irəli gəlir. Daxili konflikt yaşanır. Mən görmədim, o görür. Buna görə də onu bacaranlar var və onları alqışlayıram. Oradan da çox böyük hörmət edir. Onu bacaran insanlar həyatda hər şeydə bu qədər uğurlu və seçimləri doğru olan insanlar. Sadəcə doğru əllərə düşməyiblər də, belə deyək. Bəli, bəli. Əslində sizin də bununla bağlı bir fikriniz varsa, mən də eşitmək istəyərdim. İndi mən nə dərəcədə... Bəli, təşəkkür edirəm Vüsələ xanım. Çox gözəl belə məqamları vurğuladınız. Bir dənə efirə bir özümü də görsədim. Təşəkkür edirəm. Bayaqdan sizin fikirlə razı olanlar da burada az deyil. Yəni yazırdı, xanım da yazır ki, biri xanım da yazır ki, mən gəlinimi ayıracağam. Əslində bilirsiniz, çıxış yolu burada hardasa vəziyyəti özünü dəyişmək deyil. İnsanlar psixoloji olaraq bilməlidirlər ki, bax, bu saat mənim ailəmdə disfunksiyaya səbəb olan, diskomfort yaşadan nədir? Mənim davranışım, o davranış dəyişməli. Çünki siz sabah gəlinizi tutaq ki, ayırdınız, amma münasibət axı boğuram özümə, hə? Amma münasibət axı dəyişmir. Münasibət burada var. Yəni insanlar ola bilər ki, ayrı-ayrı yaşasınlar, amma üçüncü şəxslər zaten kənardan, uzaq məsafədən müdaxilə edərək insanlar yoxdur. Bir şəhər olmur.
başqa ölkələrdə yaşa. Yəni söhbət o çıxış yolundan gedir. Qaynananın həvəsi ilə baldız da bu işə qarşı. Və insan bir dəfə ki, kölgəyə saldıya özünü ki, yaxşı, nəyəsə xətir, kiməsə xətir, bunu mən keçim. İnanın mən bu davamlı gedir. Və həmişə özünü qurban verir. Həmişə orada bir xilaskar olur. Düşünür ki, hə, qaynana burada xəstədir, mən qulluqacam. Söhbət burada böyüyə hörmətsizlikdən Elə həmin o vacib bir məqamdır. Hə, Vacib bir məqamdır. Hə, burada dediyim ki, istismardan gedir söhbət. Yoldaş xəyanət edir, heç nə olmaz. Yəqin mən diqqətsizəm. Yəqin mən nəsə eşirəm. Bizim bir sözümüzdə var. İşi olar. Yəni, hətta mən təzərəkcə bir xanımda eşitdim. Yəni, çox da yaxın belə deyim də, mənim əməkdaşlarımdan 25 yaşı var xanımın və mən dediyi söz budur. Yəni, mən biraz onun üstündə fikirləşdim. Hansı rahatsızlardan seçim ki, yoldaşımın xəyanətini bilirdim, indi daha çox əmin oldum ki, bilməm. Mən düşünürəm ki, bəs yaxşı, nə etdiniz dəyişmək üçün də? Yəni, bir hərəkətə keçdim. Mən yavaşca belə həm utanaraq, həm belə cəsarətdən də belə o güvəni özündə taparaq dedi ki, kişi xəyanət eləyir də, Vüsal normaldır. Normaldır. Bax, bu xanım da bıraq yazır ki, xəyanət, yəni durdum öz-özümə, elə bir söz olar xəyanət. Bu da, yəni o sözü işlədir. Və mən əslində məqsədim o idi ki, deyim ki, görüm hansı terapiyadan keçdiniz, özünüzlə bağlı. Suallarını sonra cavablandıracaq indi bir dəqiqə. Yəni elədi, ən çox adam olmadı. Hə, yox da yəni bunu necə atlatdınız ki, bu günlərim davam eləyirsiniz də o evliliyə. Deyir ki, Vüsal, kişilər hamısı eləyir də, eləyir. Amma bir məqamı da sizə vurğulayım ki, Vüsalə xanım, əslində ailələrdə, bax, əgər hardasa insanlar öz aralarında yaşanılan problemləri bunu norma kimi qəbul edirlərsə, onlar bugün şikayətçi deyil. Qadın şikayətçi deyil, onun üçün o, yəni ailə həyatına davam edə bilər, lakin orada bir çox, bu deyir, sualtı deyir, var da. Bax, onu deyirəm. Ailə münasibəti davam eləyir. Həmin o kölgə qadın o vaxt yaranır. Susqun o dediyinizə davam davam eləyir. Amma gəl-gəl o qadın orada şəxsiyyətdirmi? Qadın orada sərtdirmi? İnternet mi donur? Qadın yoxdur. Özünü görə bilmir. Ailə daxilində yoxdur. Normalna bir yazır donur, yəqin sizin internetinizdə. Məsələn, mən deyirəm ki, bugün falan yerdə, falan saatda görüşülməlidir. Gələ bilməz o. İcazə yox. Çünki bir həftə əvvəlcədən icazə alınmalıdır. Nə üçün? Sadəcə 2 iş üçün görüş olacaq məsələn. Yəni bunun fonunda da başqa bir şeylər də var da. Yəni mən gördüyüm o aspergin görünən hissəsini hələ mən görürəm. Davamlı əhval-ruhiyyə yoxdur. Bir toksik münasibətin içindədir. O onunla bununla davam eləyir ailə. Bu mən burada hər zaman deyirəm, emosional boşanma deyirlər buna. Bunlar artıq çoxdandır boşanıblar. Bir-birindən artıq o qədər uzaqdılar. Mən insanlar Kənan Məmmud kimi səslənməm, çox xoşum gəlir. Deyir ki, onlar nigahdadılar. Sadəcə olaraq rəsmi sənədlərdilər. Bəli, hə. Yəni qadının bir məsuliyyəti var ki, gələcək, gedəcək, bişirəcək, təmin edəcək, təminatını ödəyəcək. Bəzən məsuliyyət deyil, onun boynuna qoyulmuş bir borc olur. Vəzifə olur. Etməlisən fikrin. Və burada bu qadına kimsə göstərə bilər ki, o qadın yaşayır. Və bizdə də çox təəssüf ki, düşünürlər ki, qadın yalnız ailə daxilində xoşbəxt ola bilər. Və ona görə də bədbəxt ailələr daha çox alır və o çoxlan ailələrin içində də o fonda da ki, o uşaqlar yaranır. O fonda da olanlar böyüyür, çox təəssüf. Bəli, bax biz istəyirik ki, siz bu məsələyə bir qədər üzr istəyirəm Vüsalə xanım, daha dərinə yanaşasınız. Çünki bir insan burada yazır ki, bilməm kimdir, siz özünüz ailəlisinizmi, yoxsa yox. Burada söhbət sırf bilirsiniz kişi-qadın münasibətindən getmir. Bu ailə münasibəti daha dərin bir münasibətdir. Ailədən gələn, burada əgər biz indi psixoloji yanaşmalardan danışırıqsa, bu elmi yanaşmalardır ki, insanları həqiqətən də üzləşdiyi problemlərdə sıxan məsələlər nə olur? Onların özləri ilə daxili olan misal üçün da konfliktlər yaşanır. İnsan niyə görə öz demək istədiyi sözü deyə bilmir? Hansı kompleksdən irəli gəlir? Çünki bu təməldir. İnsanın bax şəxsiyyətinin deyirlər identifikasiyası. Mən kiməm? Çünki insan əgər mən kiməm
sualına tam rahat cavab verə bilmirsə ki, bax bu mühitdə mənim hal-hazırki statusum nə yerdədir? Mənə qarşı münasibət nə yerdədir? Bu suallar onun üçün qarışıq bir vəziyyət yaradırsa, o öz istəkləri ilə başqa insanın istəklərini qarışdıracaq. Arada sərhəd hiss edə bilməyəcək. Ona görə yaxşı olar ki, bu ailə münasibətində hardasa bir problem ilə üzləşmisinizsə, bax xəyanət yazırsa, sizcə xəyanətə görə boşanmağa dəyər yoxsa yox? Bu elə bir mənəvi belə deyim sualdır ki, insan bu sualı özü cavablandırmalıdır. Hərənin bu məsələ ilə bağlı əqidə məsələsi var da. Burada elə bir doğru və yaxud da yanlış söhbəti yoxdur. Kimsə əgər bugün razılaşırsa ki, xəyanətdən sonra ailəsini yenidən bərpa etməlidir, yenidən qurmalıdır. Bu onun öz şəxsi qərarıdır və əgər bu istiqamətə sadəcə olaraq psixoloji yanaşma nədir? Biz nəyə müzakirəsini aparırıq? Biz bu məsələdə onlara kömək etmək istəyirik ki, insan bu burulğandan nə cür çıxa bilər? Hansı içindəki kompleksləri artıq belə deyim, həll edə bilər ki, artıq həmin o vəziyyətdə doğru rəftar etsin. Yəni əgər xəyanət də baş veribsə, emosional boşanma da baş veribsə, bu boş yerə deyil. Elə belə birdən-birə yaranmır da. Kimsə üçüncü şəxs gəlsin, daxil olsun sizin münasibətlərə, sizi bir-birinizdən ayrılsın. Gedirlər, düşürlər, məşuqəni axtarırlar. Qadınlar çox vaxt. Mən ona get, məni əlini ayağı yığışdır mənim əlimdən. Məşuqənin burada heç bir belə deyim, günahı da yoxdur, səbəbkar da o deyil. Sizin aranızda artıq çuxur yaranıb da, bir quyu yaranıb ki, ora kimsə gəlir, düşür, artıq sizi uzaqlaşdırır. Bax, o səbəbləri aradan qaldırmaq lazımdır. Və bugün bir mövzu olaraq biz qadının mövqeyini belə deyim, irəli sürürüksə, niyə qadınsın, niyə danışır və nə cür rəftar etməlidir bu vəziyyətlərdə? Biz həmin o qadının bu vəziyyətdə saxlayan o psixoloji əsasları açmaq istəyirik ki, səbəb nədir ki, qadın elə susmağı seçir? Xanımlar, gəlin sizə Yəni mən də var ki, Şakir xanım bu qurban rolunda özünə seçib də qurban rolunda. Çuxur nədən yaranır? Bax, indi sual yaranır. Yaxşı, o çuxur nədən yaranır? Baxın, biz burada düşünürük ki, qadının emosional vəziyyəti bunu qəbul etməkdir və yaxud gedib siz deyən kimi öz orada haqqını tələb etməkdir. Amma burada əsl problem kişidə olan o emosional boşluqdadır. Sizin dediyiniz o boşluq hardadır, o çuxur hardadır ki, bir kişi bir ailəni qoruya bilmir. Bizdə əsas nədir? Ailə qoruyan kimdir? Mühafizəkar kimdir? Birinci kişi olmalıdır da. Bunu əgər təmin edə bilmirsə, qadın içəridən nə qədər fədakar olsa da, nə bilim, nə qədər gedib başqasına desə də ki, mənim yoldaşımdır, ver mənə, iki uşaq oynayır, oyuncağın biri götürüb qaçır, elə bil ki, gedib sən oyuncağı. Baxımlıqla söhbət etmək, sualınıza cavab verəcəm. Üzr istəyirəm. Buyurun. Bu kişi hər hansı bir figur deyil də ki, onun əlindən ona keçsin. Onun özü də bir şəxsiyyətdir. Və sən qadın olaraq, özünü şəxsiyyət olaraq görməyə, o kölgədən çıxmağa başlayanda sən o kişinin dalınca qaçmırsan. Sən ona seçim ixtiyarı verirsən ki, əzizim, mənim üstünlüklərim budur, seçdiyin insanın üstünlükləri budur. Razısansa qal yanımda, razı deyilsənsə ki. Amma təəssüf ki, kölgədə qalan qadınlar o cəsarəti özlərində tapırlar ki, qabağa dursun desin ki, eləmə. Çünki qorxuları var. Bax, o qorxular yaranır. Tərk edilmə qorxusu var. Həm tərk edilmə qorxusu var, həm cəmiyyət tərəfindən qınanma qorxusu var. Bu hətta mən deyərdim ki, tərbiyədən də çox o qınanma mövqeyimiz var. Düz o da bizim tərbiyəmizdən irəli gəlir. Cəmaət nə deyəcək? Baxın, indi elə cəmaət nə deyəcəyin bir fonu indi idi də. Deyir ki, siz özünüz ailəlisiniz. Yəni, birinci fikir orada o yaranır ki, bu adam, yəni, hələ öz haqqı çatır bu sözü deməyə. Deməkdən kim nə deyir? Bu filan kəs deyirmi? Bunu qulaq asaqmıyın? Ağıllı fikirdir. Bəlkə mən oradan nəsə götürürüm. Birinci insan düşünür ki, görüm o ailəlidir ya yox. Mən o bir də xanımları tanıyıram. Yəni, özü, məsələn, ailəli deyil. Mənim üçün maraqlanırsa, mən ailəliyəm, övladlarım var. Yəni, amma bunun mənim peşəkarlığıma heç bir ailəti yoxdur. Yox, yəni mənə sualı da görə deməksə. Yəni, bunun peşəkarlığa, neysə bilgini başqası ilə paylaşmağa heç bir aidiyyatı yoxdur. Məsələ həll etməyə, vəziyyətə neytral baxıb çözüm yolu. Problemin həllini yanlış istiqamətdədir də. Bax, onlar özləri doğru istiqamətə həll etmirlər. Onlar çalışırlar ki, həm filan bu özü
bu hüquqa malikdir, Budur da yoxsa yox? cəmaət fikri. Bizdə o qədər cəmaət nədir? Özü cəmaət nə deyərdi də bizdə. Cəmaət nə Ki, deyər? aysun, cəmaət nə deyər? Necə vermək olar? kompleksindən qaynaqlanır ki, Biz irad cəmaatla bildirilmədən qorxu, bəli, iradlar eşitməyə qorxu və yaxud da tənqid olunmağa qarşı qorxular, öz fikirlərini biz ümumiyyətlə ailədə ilk başlanğıcda biz özümüzə nələri icazə veririk və başqalarına bizimlə davranmağa nəyə icazə veririk? Bundan başlayır hər şey. Əgər əl də qaldırırsa, biz icazə veririk ki, o bu hərəkəti edə bilir. Hansısa başlanğıcdan münasibətlər, davranışlar, bizim etirazlarımız, özümüzü aparma tərzimizdən qaynaqlanır ki, gətirir nəticədə ona səbəb olur ki, o əl qaldıra bilir. Əgər xanım buna icazə vermirsə, bu heç vaxt baş verməyəcək. Hansısa bizim susqunluqlarımız, cəsarəti biz ona veririk. bəli, ola bilər cəsarət olsun, ola bilər bizim nəyəsə etiraz etməmələrimiz olur burada, nəyəsə öz fikrimizi bildirməmək, susqunluq. Ümumiyyətlə bu susqunluq nə zamansa bir partlayışa səbəb olacaq. Ona görə ilk başlanğıcdan elə bunu danışıb, bərabər müzakirə etmək, vaxtında həll etmək, mən bunu istəyirəm. Mənə bu xoş gəlmədi. Bu mənə toxundu. Bəlkə belə yox, belə olsaydı daha yaxşı olardı. Bu sözü qəbul edirəm, amma bu cür yox, bu tərzdə yox, daha hörmətli tərzdə ifadə etsəydin, bunu mən daha yaxşı anlayardım və bu mənə daha xoş gələrdi. Əvvəlki kişilər dedik, nə var idi? Məsuliyyət hissi var idi. Bayaq da toxundunuz o məsələyə ki, niyə əvvəlki kişilər deyilir? Nə var idi ki, əvvəlki kişilərdə indi yoxdur və yaxud bir qismində yoxdur, hamıya aid deyil. Əsasən, böyük əsas qismən götürəndə məsuliyyət duyğusudur. Əvvəlki kişilərdə məsuliyyət duyğusu daha güclüydü. Ailəni qoruma daha güclüydü və hardasa qayda-qanunlara riayət etmə daha güclüydü o ailələrdə. Hal-hazırda daha sərbəstdir hər şey. Mən demirəm kişilər haqlıdır və yaxud qadınlar haqlıdır. Burada o müzakirə olunmur. Burada xanımların özünü xanım kimi və kişilərin özünü kişi kimi hiss edib ailədə harmoniyada yaşama məsələsi müzakirə olunur ki, necə edək ki, hər birimiz ailədə xoşbəxt ola bilək, hər birimiz öhdəliklərimizi anlaya bilək, istər həyat yoldaşına, istər övladlara, istərsə də valideynlərlə münasibətdə heç kəsin müdaxiləsi olmadan öz fikirlərimizi deyə bilək, həyatımızı doğru düzgün yaşaya bilək, istədiyimiz kimi, sevgi, huzur, xoşbəxtlik içində. Hər birimiz həyata gəlmişik ki, o sevinci duyaq, həzz ala bilək, həyatın o çiçəklərini, tumurcuqlarını, hər anın öz gözəlliklərini toplayaraq yaşaya bilək. Yəni, budur məqsədimiz və bunun üçün... Məqsəd var, niyyət var, amma niyə görə icrasında problemlər yaşır? Bax, yaxşı vurğuladınız ki, insanlar gərək öz aralarında danışsınlar, düzdürmü? Bax, əsas qlobal problemlərdən biri də odur ki, danışa bilmirlər. Ünsiyyəti qurmaqda çətinlik var. İnsanlar bəlkə də eyni fikri deyirlər. Amma eşitmirlər, dinləyə bilmirlər, geri dönüş edə bilmirlər və yaranır nə? Emosional gərginlik. O gərgin atmosferdə impulsiv reaksiyalar verəndə insanlar bir-birlərini təhqir etdikcə bir-birlərindən uzaqlaşırlar. İndi əgər qadında belə bir xüsusiyyət varsa ki, özümü də göstərim, elə baxın, zəhmət olmasa bir dənə geri dönüş edin bizə. Ekran donubmu yoxsa yox? Çünki eşit donmuyub, yaxşıdır. Hə. Deməli, buradan işarə verirlər ki, yaxşıdır. Əla, çox gözəl. Yəni dediyimiz kimi, bax bu məsələlərdə vacib bir məqam odur ki, insanlar ailə münasibətlərində, bax qadında elə bir susqunluq varsa ki, mən birdən nəyisə problemin üstünü açaram və sonra pis vəziyyətdə qalaram, elə təhqir olunmuş olaram. O çalışacaq, susacaq. Susacaq, danışmayacaq və bütün o hisslərini, içindəki xoşagəlməz duyğuları bastıracaq ki, vaxt keçəcək, hadisə unudulacaq
Misal üçün də aralardakı yaranmış anlaşılmazlıq. Amma kişinin ona dediyi hansısa bir kobud söz, qəlb qırıqlığı, bəlkə də yaxın məqamlarda tez-tez o söz bir bıçaq kəsəri kimi insanın beynində yeriyir. Bunu həmişə kişilər deyir seanslarda və yaxud da ki, elə xanımlarla olan seanslarda da bunu işlədirlər ifadəni. Hər hansısa problem olan kimi keçmişdə olan bütün hər şey yadına düşür. Hər şey açıqdır. Və kişilərin dediyi bu fikir var ki, deyir, Vüsal xanım, faylları el açır düzür, deyir, sən, yəni yeri ilə, sahadı ilə, bəli. Niyə? Çünki orada bir ünsiyyət problemi var idi. Üstündən keçirlər ki, keçdi artıq. Hara keçdi? Geç ama keçməmişsiniz. Danışmaq lazımdır. Həll edilsin deyə, o anki o, belə deyək, gərginliyi sakitləşdirsin deyə və gələn dəfə sakit vəziyyətdə kişinin yanında bunu açanda artıq kişi problemin gəldiyini gör. Elə bilir ki, təhlükə hiss eləyir də. İndi əvvəlkindən daha çox emosiya ilə partlayış göstərir və daha çox sərt ifadələr başladır işlədir. İndi əvvəlkindən daha qırıcı vəziyyətə gəlir. Yəni, onların o ortaq nöqtəyə gəlməsi üçün mən razıyam ki, kişilər də bu inkişaf yolunu keçməlidir. Amma qadınlarımız biraz bəzən də göstərmək olar. Burada bir sual da yaranıb ki, yaxşı, qadına deyir, diqqəti necə göstərmək olar deyərdiniz də, ətraflı zəhmət olmasa. Selena Gomez'in yeni həyat yolu yaxşıdır, göstəricidir ya. Ən primitiv izah deyəcəm. Siz internetdə girin, baxın. İndi bizim deyəcəyimiz fikirləri də dinləyərək əlbəttə. Selena Gomez'in yeni həyat yoldaşı var. Justin Bieber'dən sonra bu xanımın həyatı aşağı yuxarı oynadı. Niyə göz qabağında olan insandır ya, rahat çəkilən misal buna gördürür. Və onun həyat yoldaşından soruşurlar ki, necə səni kimi, belə desəydim, belə sətr altı işlədirlər bu söz ki, səni kimi kifir bir kişi bu qədər gözəl bir xanımı əldə etdin. Yəni, onun sevgisi nə tələb edirdi, sən nələrdən keçdin, nələr qurban verdin. Və onun fikridir. Heç nə deyir. Sadəcə gün ərzində bir neçə dəfə maraqlanıram gedəndə işə, evdə olanda, nə bilim, tez-tez sevirəm sözünü deyirəm, sadəcə səbəbsiz yerə qucaqlayıram, onun da ehtiyacları olanda onu heç ömrüdədir, heç nə istəmir, sadəcə diqqət istəyir. Yəni, qadının istədiyi birinci anlaşılmaqdır, sadəcə anlaşılmaq, ünsiyyət qurmaqdır. O ünsiyyətə keçdiyin zaman hər şey artıq belə desək, o corab çözü kimi açılmağa başlayır. Hətta problem olanda da o problemi danışa bilir, çünki etibar edir. Deyir ki, misal üçün mənim könlümə nəsə qəlbimə xoşa gəlməz bir məqam varsa, mənə diqqət göstərən, mənim istəyimi hər zamanda nəzərə alan insanlar, anlayan insanlar, mən bu problemi danışa biləcəm, bu məni başa düşəcək. Amma o düşünsə ki, yox, nə danışırsınız? O, istərsən, ancaq öz maraqları onun üçün vacibdir. Burada insan, qadın susacaq. Qadın və eyni zamanda kişi də. Baxın, kişilər də əslində anlaşma istəyirlər. Biz indi gəlin belə deyək də, qadınlar yığılıb buraya, kişiləri təkləməyək. Kişilər də özünü kölgədə qoyan kişilər də var. Mən özüm də çox sevmişəm buna ki, qadın daim daha çoxunu istəyir, o qədər tələbkar olur ki, kişi də özünü unudur, başlayır daim sevmədiyi bir işin təzyiq altında bir ailəsini qane eləsin. Hətta bəzən şantajlar da olur. Sən bunu mən belə eləməsən, mən gedəcəm, mən nə bilim, özümə belə eləyə bilərəm, səni məni qane eləməyəndə bəzən kişilər də özü qurban bölgəniş və özlərini qurban edirlər ki, yetər ki, ailəni razı salsınlar. Yəni, qadınlar kimi kişilər də var belə. Bəli, hər kəsin dostluğa ehtiyacı var. Ən gözəl ailələr də dostluq təməli üzərində qurulmuş ailələrdir ki, qarşılıqlı anlaşma olur, bir-birinə arxa dayaq olurlar, həqiqətən bir-birlərini duya bilirlər, o sevgini ötürə bilirlər, anlaya bilirlər, başa düşə bilirlər. Ən gözəl ailələr ideallaşmadığı işdə Səmirə xanım elə kollegalar dediyi kimi sözümüzə qulaq. Yəni bizim qızlarda biraz problem nədir? Mübahisə anlamında. Elə bil hər şey ancaq yaxşı olmalıdır. Toy, bisat, xonçalar gəlir, nə istəyirsə alır. Birinci cəmaat. Yəni təkcə bundan asılı deyil, bəs bunun ağırlığını, ailəni necə saxlamaq. Təsəvvür edin ki, 80% cavan qızlar bunu fikirləşmir. Sonradan həyat necə olacaq? Mən hazırammı bu həyata? Mənim vəzifələrim nə olacaq? Mən neyləri bilməliyəm? Bunun da səbəbi nədən gəlir? Bizdə məktəblərdə
İnanırsınız ki, mən belə fikirləşirəm ki, bəlkə də belə olar, olmaz bilmirəm. Hətta yeniyetməlik dövründən, demək bu düşür 6-cı, 7-ci siniflərə, ailə tərbiyəsi mükəmməl şəkildə keçirilməlidir. 11-ci sinifi qutaran uşaqlar, tələbələr artıq ailə tərbiyəsini çox gözəl mütəxəssislər tərəfindən mənimsəməlidirlər. Çünki bəzi insanlar var ki, məktəbi qutaran kimi ailə qururlar və yaxud birinci, ikinci kursda oxuyur. Məktəbdə çox üzr sözü Aha. 4 saat olur, düzdür bu uşaq 5 saat olur. Bu 24 davam saat. edir, hər Gəl ailə tərbiyəsi, bəli, ailə tərbiyəsi. Birinci öz ailəsində. Ona görə bizim işimiz birinci ailədən. Məsələn, mən məktəbdən də gəlirəm. Məktəbdə mənim valideynə dediyim bir söz var. Mən buradan, sən oradan. Biz əl-ələ verdiyimiz zaman lazımdır, mən yönləndirim sizə. Amma burada dəstəksiz olmur. Mən bu uşağa burada nə qədər gözəl bir həyat üçün hazırlasam belə, gedib orada gördüyü nə olacaq? Mən sizə göstərirəm. Mən Təcrübi şəkildə ailədə bəli, ata-ana nümunə olmalıdır. O da var. Amma məktəbdə də onu deməli ixtisaslı ailə tərbiyəçiləri hazırlasalar çox gözəl olar. Şəbət xanım, şəhadət baş barmağınızı göstərin. Aha, bu. Hə, amma baş barmaq budur da, düzdür mü? Mən uşağa deyirəm ki, yaxşı ol. Bu şəhadət barmağı mən göstərirəm. Onun xeyri yoxdur. Amma bunu istəyirəm ondan və mən bunu göstərmirəm. Yəni, nəyi gördünüz indi buradan bura? Siz və mən. Nəyi gördünüz, mənə onu göstərdiniz. Gördünüz, mən istəyəni vermədiniz mənə. Və buna görə də mən şagirdlərdən, nə bilim, yeniyetmələrdən bunu istəyə bilərəm. Amma bunun təməlini vermək yeri. Mən də o istəyirəm, qarşılıqlı olmalıdır. Bəli, orada da, burada da. Qadın və kişidir. Burada mübahisə o deyil. Qadın güclüdür, kişi pisdir və yaxud da kişi güclüdür, qadın zəifdir. Məqsəd odur ki, balansa gəlsin. Və mən həmişə deyəndə deyirəm ki, elə bilirlər ki, deyirik, qadınları azadlıq, kişilər... Ona görə də nədir Samirə xanım? Deməli, ailə qurulanda burada kodekslər var. Etibarlıq, təhlükəsizlik, münasibətlərin normallığı və bunlar hamısı vəhdət təşkil edir. Bunlarsız mümkün deyil. Fərqi də O var qədər bunlar danışarsınız bəzən. ki, fərqindəlik olmalıdır, təhlükəsizlik olmalıdır, etibarlıq olmalıdır, bir-birinə ünsiyyət normal şəkildə qurulmalıdır. Bəzən bu bacarıqlar olmalıdır. uşaqlara imkan verilmir ki, heç onlar düşünsünlər ailə Bəli. Sən mühakiməsində evlənəcəksən, bəs salam. Bu artıq başda ailənin başında. Biz məktəblərdə fikir verir, ancaq niyə? Elmə, müxtəlif ixtisaslar üzrə yaxşı hazırlanır. Bəs axı insanın əsas birinci ailə. Üzr istəyirəm. Baxın, çox vacib bir məqamı vurğuladınız ki, Şəfə xanım, insanlar əslində fərqində olmalıdırlar ki, necə bir insanla, necə bir şəxsiyyətlə ailə qurar. İstər qadın, istər kişi. Amma təəssüflər olsun ki, bugün bu məsələlər o qədər də aktual olmur. Niyə görə? Çünki düşünürlər ki, indi ayrı yaşayırlar və misal üçün nişanlı ərəfədir, ailələr artıq müharibə aparır. İki, misal üçün da nəslin nümayəndələri bir araya bir adi bir məsələnin müzakirəsində artıq problem yaradırlar. Amma buna baxmayaraq o problemin nədən yarandığını heç düşünmürlər. Çünki hərəsi öz tərəfindən özünü müdafiə edir. Ailələr arada qalır cütlüklər, hansılar ki onların da arasında problemlər yaranır və onlar da düşünürlər ki, əsas toya qədərdir. Yəni toydan sonra hər şey düzələcək. Problemin məzmunu dəyişir. İnsanlar başlayırlar artıq bir-birlərini təhqir etməyə. Səninkilər, mənimkilər, sən dedin, mən dedim. Bu formada artıq münasibətdə nə olacaq, nə baş verəcək? Disfunksiya, sistemli disfunksiya, hansı ki davam edir. Adilə xanımın əlavəsi var. Mən yekun fikirlərimi demək istəyirəm. Bayaqdan qulaq Hələ sözü başlamış, yuxarı yekun. Bayaqdan qulaq asıram. İndi siz bir məqamı qeyd elədiniz. Bəzən ailə qurandan sonra kişi də, qadın da həmin ailənin içində böyüyürlər. Yəni ailələr var ki, hər xırda şeyi cavan ailə o atasına, bu anasına, baldız girişdə araya, oradan qayın aləm dəyir bir-birinə. Amma elə cavanlar da var ki, məsələn görürlər nə o tərəfdən, nə bu tərəfdən haray yoxdur. Onların ailələri bəzən mən yazımda da qeyd eləmişdim, bəzi ailələr qızlarını
güclü olmaq üçün o məcburi o vəziyyətlərə tək qoyurlar. Ki qoy qızı tək orada mübarizə aparsın. Yəni özü öz ayaqlarının üzərində dayanmağı bacarsın, özü mübarizə aparsın xoşbəxtliyi üçün, özü mübarizə aparsın ailəsinin möhkəm olduğu üçün və belə qızlar güclü olurlar. Biz də burada kişiləri pisləmək üçün, kişiləri nə bilim alçatmaq üçün yığışmamışıq bura. Biz sadəcə müzakirə üçün yığışmışıq ki, Qəti şəkildə elə düşünmürəm. Kölgə qadın, yəni səbəbi nədir ki, bu qadın kölgə olur? Yazırlar. Ya ailəsi tərəfindən, xanım öz ailəsi tərəfindən həmin o kölgə qadın olmağa məcbur buraxılıb. Amma məcbur buraxılsa da qızlar, yəni biraz bəzi xanımlar var, bu hamısına şamil edilmir. Bizim xanımlarımız gözəldir hamısı. Baxımlı olun. Baxın, xəyanət eləyən kişilərin əksəriyyəti gedir daha baxımlı xanımlara. Qaçırırlar. Daha baxımsızına gedən də var. Bir iki məqam qeyd edəcəm bir dəqiqə. Daha baxımlı xanımların yanına qaçırlar, bu bir. İkincisi, qaçırlar öz xanımından daha aşağı olan bilik səviyyəsi, savadına görə daha aşağı. Çünki evdəki xanımı kişidən daha üstün olur. Və o ondan kişi özünü gücsüz hesab edir o xanımın yanında. Qaçır, yetərsiz hiss edir və qaçır daha aşağı edir xanımın yanına ki, o xanım onu şirpələnki hesab edir özünün yanında. Onun da səbəbi var. Yəni iki səbəbdən, mən tanıdığım çevrədə iki səbəbdən ailədə xəyanət olanları görüb. Mənim əksər, yəni çoxdur səbəblər əlbəttə ki, amma əksər baxımsızlığından xanımdan şikayət edir və heç bir kişi bunu dilinə gətirmir, amma yəni qaçırlar həyat yoldaşından daha aşağı səviyyədə olan xanımların yanına. Çünki o xanımın yanında özünü güclü hesab edir. Qaçır elə xanımların yanına. Məsələn, hansı kişilər elə xanımların yanından qaçır? Burada yazılar ki, baxımlı deyəcəksiniz, gedəcəklər dozaq görürlər. Tamam. Yox, təbii gözəl. Azərbaycan xanımları Özünü hansısa bir qadına sübut eləməyəcək. Elə kişilər var ki, inanın ki, öz həyat yoldaşından daha eybəcərinə gedir və daha belə deyək, savazı daha aşağı. Bəli, çünki Orada o onun hansısa emosional cəhətdən doydurur, ruhunu doydurur. Kişini orada təsdiq elətdirir özünü. Kişinin duyğularını doyurur, belə deyək. Kişilər də qayğı istəyir, diqqət istəyir, qadın kimi. Tək qadın deyil, sevgi istəyən, qayğı istəyir. Kişilər də bunu istəyir və ailədə bunu görməyəndə, harada ki o diqqəti, qayğını ona göstərilir, təbii ki, kişi ora gedir. indi baxan deyirdi. Kişiləri qorumağa başlayan kimi iştirakçıların sayı artdı. O zaman baxın, nə zaman o kişilər gedir? Deyirsiniz ki, məsələn, gözəl xanım. Bu fikirlərin müəyyən bir qismində əlbəttə ki, reallıq var. Yəni, bu cəmiyyətdə olan bir şeylərdir. Amma, yəni, bir kişi qadının gözəlliyinə görə bununla ailə qurubsa və yaxud gözəlliyinə görə dəyər verirsə, əlbəttə ki, orada ailə deyil də. Ondan başlayaq. İkincisi, məsələn, dırdırdan deyirik qaçır və yaxud da özündən güclü qadından qaçır. Ay kişi, sən niyə zəifsən orada? Bəlkə sən də özünü bir inkişaf elətdirib yüksələsən. Əslində bu gün məqsədimiz nədir? Daha mükəmməl zəifləri ortaya çıxartmaqdır ki, balans yaransın da. Məsələn, elə kişilər var ki, çox gözəl intellekt sahibidirlər, yaraşıq sahibidirlər, amma yanındakı xanımlar sanki onları əzir. Nəyi ilə? Bilgisizliyi ilə, savadsızlığı ilə, dünya görüşünün azlığı ilə. Bizim məqsədimiz əslində bu tərəfdən yüksəltməkdir ki, xanımları. Mən öz baxış açımı deyirəm də, yəni öz fikrimi deyirəm ki, orada qadın yüksələndə özü ilə bərabər öz fonunda kişinin də həyatı tərəzilir. Amma əgər kişinin buna meyli varsa, burada belə deyək, qadınlıq bir şey yoxdursa, səbəbi orada baxmaq lazım ki, o məsələni həll etmək üçün o xəyanəti, o nə bilim istəksizliyi səbəbi həll eləyək. Səbəbi inanın mənim gözəllikdir. Bəzən gözəl qadın yanına gedir, bəzən çirkin qadın yanına gedir. Bəzən nə bilim savadlı qadın yanına gedir, bəzən savadsız öz ehtiyacına uyğun. Sizə buradan salamlar çatdırırlar. Nərgiz Paşabəy. Yəni səbəbin bu tərəfinə baxmaq lazım. Mənə görə o
qadınlarımızın bir çoxları, çox təəssüf ki, gözəl dediyimiz bu günlərin baxımın altında dırnaqarası gözəlliklər durur. Silikon gözəlləri durur da. Biz onu istəmirik ya. Qəlb gözəlliyi olmalı. Hə, yəni əgər ailə prizmasından baxırıqsa və qadın ən çox bu cəmiyyətdə harda özünü təsdiqlədə bilir? Çox təəssüf ki, yalnız ailədə. Gəlin ən azından ailə münasibətlərimizi düzəltmək üçün nəsə eləyək də. Bunun üçün qadın özü inkişaf yolunda olmalıdır və inanın, qadın inkişaf edəndə bu zaman yoldaşa da dəstək verə bilir ki, məsələn, görür ki, ünsiyyət problemi var, düzdür. Bu görüntü problemi olsa belə, ən azından onunla danışır, bir dərdləşə bilir. Sonunda danışa bilir, ünsiyyətə keçə bilir ki, nə istəyirsən məndən. Deyir ki, məsələn, evəcərsən. Misal deyim. Bugünkü gündə evəcər olmaq mümkün deyil. Yəni, elə bir zamanda yaşayırıq ki, gözəlləşə bilir. Nə istəyirsən, məsəl üçün, mənimlə bağlı problemin nədir? Gəl o məsələnin üzərində həll eləyək. Və qadın kölgədən çıxmağa başlayanda artıq ailə ayaq üstündə durur. Və ailə ayaq üstündə duranda birinci uşaqların əhval-ruhiyyəsi dəyişir. Uşaqların özünə faydası dəyişir. Özgüvəni artır. Kənardakı insanların yanındakı, bəli, o öz dəyəri, özünə güvəni yüksəlir və hər bir ailə kiçik dövlətdir və hər ailənin inkişafı bizim dövlətimizin də güclənməsidir. Yəni, bu bir tək biz elə düşünürük ki, məsələn, Avropada ailə modeli yoxdur, ailə prinsipləri qorunmur və yaxud Amerikada yox, vallahi billahi elə deyil. Bizə sadəcə zamanında təbliğ olunanlar buydu. Bizi göstərib yaxşı növ bastır eləmişdilər bir növ. Çünki telekanallar nə göstərirdi. Amma indi bugünkü müasir cəmiyyətdə davamlı onlayn olaraq onlarla ünsiyyətdə olduğumuz zaman görürsən ki, onlarda da ailə dəyəri bu qədər önəmlidir. Mən düşünürəm ki, əslində kişilər və yaxud da xanımlar özlərində çatışmayan bir şeyləri axtarırlar başqasında. Onu tamamlayan, təbii ki, tamamlayan. Yəni, xanımında çatışmayan əskiylikləri deyil də, özündə çatışmayan, özünün hər hansı bir boşluqlarını doldurmağa çalışırlar. Çünki insan nəyə aşiq olur? Bütün ailələrin təməli əslində sevgi üzərində qurulmalıdır, amma ən önəmli hörmətdir. Yəni, hörmət baxın, bu şablonda biz elə düşünürük ki, yalnız ailə sevgi üzərinə qurulmalıdır. Yox, bəzən sevgi altaydı cəmi. Ay sağ olun. Davam etməsi üçün bir tək o sevgi lazım. Amma İslam kinosunda sevgi lazım deyil bizə. Mən sevgi deyəndə ümumiyyətlə qarşılıqlı anlaşmanı nəzərdə tuturam. Bu daha gözəldir. Nəzərdə tuturam. Bir-birləri ilə anlaşa bilməyi. Yəni, ilk insan necə aşiq olur? İlk insan, birdən-birə insan sevə bilmir ki, insan nəyə? Öyrəşir. İnsan qarşı tərəfdə Allahın verdiyi xislətləri görür və Allah özündə olan o qüdrətlərdən, rəhimdən, mərhəmətdən, saflıqdan hərəmizə bir damla verib. Kimsə kimdəsə görür onu və vurulur, pərəstiş edir, heyranlıq olur. İlk baxışdan sevgi olmur ki, sevgi tədricən dostlaşandan sonra, doğmalaşandan sonra yaranmağa başlayır ki, özünün bir ailə, necə övladını insan özünün bir parçası hiss edir. Sevgi o demək deyil ki, daim düzdür, bizim eşitməyə də ehtiyacımız var ki, bizə desinlər, yəni sevildiyini eşitsin. Çünki tələbatlarımız fərqlidir. Eşitmə yaddaşı ilə, kimisə hər hansı bir hədiyyə verəndə, hər hansı bir maddiyyatla da ola bilər ki, məsələn, maşın, pulu, hədiyyə, bu başqadır. Mənəvi dəyərlər başqadır, maddi dəyərlər başqadır. Amma müəyyən tələbatlar var ki, kimisə sevir ki, ona şirniyyat gətirsinlər. Kimsə öz sevgisini tort, şirniyyat, konfet belə formada ifadə etməyə çalışır. Kimsə ətirlər, qoxu vasitəsilə. O artıq sevgini göstərməyin dilləridir də, siz onu verirsiniz. Tələbatlar ki var, o çatışmayan. Kimsin ki, Leslie Cameron Bendlerin o andan onlar xoşbəxt oldular kitabı var. Və orada bu məsələlər çox gözəl bir şəkildə açıqlanır. Nəyi orada vurğulayır? Əslində xanımın ehtiyacı olan sevgi ola bilər ki, eşitmə ilə olan sevgidir ki, eşitsin onu. Yəni onun dünyanı qavrama tərzi eşitmə vasitəsilə, kimisi görmə vasitəsilə qavrayır və burada anlaşılmazlıqlar olanda əslində eyni dildə danışırlar, amma sanki bir-birlərini anlamırlar. Sanki
daha doğrusu eyni fikri ifadə edirlər, amma fərqli dillərdə danışırlar. Və psixoloq onları, burada Leslie Cameron Bindler öz pasiyentləri haqqında danışır, nümunə gətirir ki, orada onları sanki fərqli dillərdə danışan insanları tərcüməçi kimi onların öz hansı duyğuları, hansı fikri ifadə etmək istədiklərini onlara tərcümə edir, belə deyək. Və burada məhz kökündə o tələbatlar dayanır ki, hansı tələbatlar ödənmir, nəyə ehtiyacı var və insanlar əslində bir-birlərini aşiq olanda, sevəndə, yəni nəyi sevirlər? Əslində nəyi sevirlər sizcə? Özündə çatmır, onu tamamlayır. Sizin dediyiniz baxış açısı ilə isə yarım nə deməkdir? bəyənib seçdiklər. Məncə öz xəyallarında qurduqları obraza aşiq olurlar birinci. Sevgi Və oldu elə. Ondan sonra. o insanın yanında ona yaşadılan emosiyaları sevirlər, ona aşiq Bəli, olurlar. şüuraltı deyir ki, mənə bu lazımdır. Başqasının yanında o özünü necə hiss edir? Bax, o duyğuları daim yaşamaq istəyirlər. Ola bilər kimdənsə ala bilir, ailə qurub, amma ala bilmir. Amma başqasından ala bilir onu. Başqasından o emosional cəhətdən ehtiyacı olanları ala bilir. Ona görə Nə olur olsun, ailə Bəli, ailə daim qorumalıdır. Hörmət pərdə getdisə, nə sevgi, nə bir şey. O qədər ailələr var ki, sevgi olmadan sırf Əsas dostluq maraq üzərində dairələrində illərlə belə qalır. olurlar, Dostluq bir-birini uşaqlara görə maraq Bir-birini başa düşürlər. Bir-birini başa düşməyənlər dost ola bilməzlər onsuz da təbii. İllərlə kim o qədər ailələr, yəni sırf uşaqlara görə hər şey qurban verirlər. Amma nə olur olsun, xanımlar kölgə olmaqdan vaz keçin, kölgə olmuyor. İşığa doğru. Üçün yaşayın, Qurban qismən. olmuyor. Hə, qurban Kiməsə obrazından qurban çıxın. Məs kölgə qadın olmayaq, kölgə qadın mən əslində bunun marafonunu təşkil etmişəm Samirə xanım. Və bunun üzərindən danışırıq. Orada da belə xanımların müzakirəsi olacaq və o kölgədə qalmış xanımların və bura bir tək ailələr daxil edib biz biraz çərçivəyə saldıq. Bir tək ailə müzakirəsinədir. Sırf qadınlardan ibarət marafon kimi. Bu sırf qadınlardan sırf qadınlar üçündür. Və bir tək ailə münasibəti deyil də. Burada böyüyən gənc qızlara da aiddir ki, ailə məfhumu içərisində ola bilər, amma eyni zamanda da sənin həyatda tutduğun o kölgə mövqelərdən çıxmalısan. Bəs bunu necə eləyək? Əsas məsələ. Mənim pasiyentim olur, məsəl üçün, hətta bir neçə ailə. Onları dindirəndə, məsələn, yoldaşı deyir ki, mən bunu istəyirəm, bunu istəyirəm. Kişi deyir ki, sən niyə mənə bunları deməmsən? Mən birinci dəfə bunları eşidirəm. Deməli, bizim qadınlarda açığı, öz fikirlərini açıq şəkildə söyləmək belə problemi kompleksi var. Hər bir sahədə isteklərini də, maddi cəhətdən, hətta yaşayış seksual cəhətdən də onlar birlikdə, açıq şəkildə bir-birini izah eləməli. Mənim marağım nədir, mənim istəyim nədir? Bu açılmayanda, örtülü qalanda belə problemlər yaranır. Ən sadə bir variant. İstəklərinizi bildirin. Mən əminəm ki, bu mövzu indi bir efiri yekunlaşdırandan sonra hələ qızlar arasında davam edəcək. Çünki doğrudan da geniş bir mövzudur. Ümumiyyətlə, ailə münasibətlərində xətalar olanda, təbii ki, hər bir insanın şəxsi daxili olan o problemləri, kompleksləri üzə çıxır. Nə vaxtsa bastırılırdısa, adi bir ailədəki dəyişiklik, sistem dəyişikliyi, buna deyirlər ki, krizisli dönəm deyirlər də, normativ var ki, normadan kənar olan, gözlənilməz bir hallar. Və adi bir uşağın dünyaya gəlişi belə, bu da bir krizisdir, normativ krizdir. Yəni, nəsə ailədəki artıq dövran dəyişir. Və həmin o dövran dəyişikliyi olan məqamlarda yatmış hisslər, həll olunmayan məsələlər, bayaq dedik, bastırılmış hansısa bir duyğular, susqunluqlar hamısı üzə çıxır və insanlar öz emosiyalarını idarə edə bilmirlər. Bəzən insanlar bastırılmış da deyil, öz duyğularını anlamırlar, özləri belə nə istədiklərini bilmirlər. Çünki o qədər öyrəşiblər ki, əsas odur, əsas budur, əsas budur. Baxın, bax, budur məqam əsas. Bax, kölgədə qalmış qadın budur, öz hissini bilməyən kölgədə qalmış xanım
deyəndə Bəli. ağla nə gəlir deyəndə mən demək istədim. Bax, burada məqsəd budur ki, bu keçiriləcək olan marafonda ilk öncə seminar olacaq, sonra marafon olacaq. İstəsəz sizi Aha. də dəvət edəcəm ora. Müsəllə xanım, burada yəni kim istəsə yazın. Siz nömrə demək olmaz. TikTokda Mən təəssüflər səhv deyə olsun ki. bilərəm. Vüsalə Abbasova. Hə, Vüsalə hesabına Abbasova yazsınlar. Instagramda yazın. Yəni maraqlıdırsa xanımlar öz içinizdəki həmin o susqunluqları artıq açmaq, dilə gətirmək, istəklərinizi birinci bələd olmaq. Çünki o istəkləri də bilmirlər axı. İstəklərdən əlavə kölgədə qalmış qadınlar, gizli qadınların əsas burada toxunacağımız nüansı ondan ibarət olacaq ki, həmən insanlar çıxış yolunu görsünlər. Dərdləşməyə zaten hər zaman kimisə tapa bilərlər. Heç olmayan yerdə özləri ilə zaten danışırlar. Bəzən təsadüfi nə bilim, məhlə arası söhbətlər, hansısa xala ilə 1-2 dəqiqə müzakirə edirlər. Amma bu münasibətə professional yanaşmaq lazımdır. Və bunu həmin marafon dönəmində biz həll eləyəcəyik. Hansı ki orada texnikalar olacaq, hansı ki orada kiçik seanslar olacaq, görüşlər təşkil olunacaq ki, o qadınlar məsələnin həll yolunu tapsınlar. Xeyirli olsun Müsəllə xanım. Çox vacib bir mövzuya toxunmusunuz. Yəni bugün çox aktual, geniş bir problemdir də. Bəziləri dilə gətirirlər, bəziləri heç bunun xəbərsiz olurlar ki, bu normal deyil. O dili gətirməyənlərin dili olmaq üçündür marafon. Dili olmaq üçün, bəli, bəli. Burada danışacağımız mövzu budur. Müzakirəyə həm qoşulacaqsınız, həm həll yolları üçün xanımlarımızdan hansısa dedi, həll yolu olaraq bəlkə də birinə oradan gözəlləşmək lazımdır, amma bunu eşitməli deyil. Bəlkə də birinə inkişaf etmək, öz fikrini ifadə edəcək, bəlkə də hansısa bir kitaba məsləhət görmək lazımdır. Getməlidir və oxumalıdır. Və bu bizim əslində daxili ehtiyacımıza uyğun olaraq qurulmuş həmin o marafonun içərisində xanımlar həm bir-biri ilə ünsiyyətini artıracaq, həm də daha çox professional dəstək almış olacaq ki, o kölgədən necə çıxsın. Deməli xanımlar, bu marafona qoşulmaq istəsəniz, bax bugün belə bir fürsət yarandı da, gördüyünüz kimi bizim müzakirəmiz əsasında Müsəllə xanımla belə bir təqdimat oldu. Çox xoş oldu. Əgər iştirak etmək istəsəniz, Müsəllə Abbasova Instagram səhifəsi var, daxil ola bilərsiniz. Tapa bilməsəniz, direktə yazın, mən sizi yönləndirərəm. Hə, Instagramda Müsəllə Abbasova yazsalar gələcək, direktdə də cavab verərəm. Əlbəttə ki, Samira xanımın da səhifəsinə yaza Çox bilərsiniz. sağ olun, əlbəttə. Əsas odur ki, hərə bu problemin gedişatında özünü çarəsiz, özünüzü tək hiss etməyəsiniz. Bax, bu vacibdir. İstər şəxsi daxili proseslərdə, istər ailə daxili münasibət problemlərində bu istiqamətdə həlli yolu var. Bu demək deyil ki, artıq siz çarəsiz bir halda vəziyyətlə barışmalısınız. Bu sizin həyatınızın artıq bir alın yazısıdır. Bu ağırlığı, yükü özünüzdə daşımalısınız. Xeyr, elə deyil. Hətta bugün qərar versəniz, bəzi insanlar qərarsızlıqdan da əziyyət çəkirlər. Amma bugün qərar versəniz ki, mən belə artıq istəmirəm, artıq başqa cür istəyirəm. Onun üçün düzgün, doğru çıxış yolunda siz tapmalısınız. Tapmaqda bax bu istiqamətdə də bizim elə yardım edə kölgədə bilərik. qalma səbəbimizin də biri burada irəli gəlir ki, biz qərar verə bilmirik. Biz düşünürük Qərar ki, verə bilməmək kimsə bizim yerimizə problemi qərar var, verəcək və məsələ həll olunacaq. Əslində o qərarı sən verməsən, yəni hər kəs öz həyatına cavab verir. Və mən qərar verdiyim anda ki, dəyişim, öz həyatımı inkişaf elətdirim, irəliyə doğru, tək ailə üçün yox, elə birinci özüm üçün nələr eləməyə başlayım. O zaman artıq bu marafona qoşularaq kölgədə qalmaq yerinə, gözə görsənməmək yerinə kiçik addımlarla irəliyə doğru. Bəli. Onu tam doğru vurur. Kiçik addımlarla daha yavaş, necə ki uşaq iməkləyir, sonra ayağa durur, yıxılır. Hər şey öz təlimatı var da, bu təlimatı da insan doğru anlamalıdır. Kim ki cəsarət etmirdi, onlar üçün kiçik bir qapı aralanmışıq ki, gəlin oradan bir baxın, görün nə var, nə yox, nəyi eləyə bilərsən, ən azından özünü gör. Ona görə cəsarət olub, məncə siz dediyiniz kimi qərar verə bilsiniz. Niyə görə qərar verə bilməmişsiniz? Bax, bunun da ayrıca səbəbləri var, onu aydınlaşdırmaq lazımdır və mən əminəm ki, marafonda Müsəllə xanım bu kimi incəliklərə toxunacaq. Və nə deyəcəkdim başqa? Təşəkkür edirəm. Bugün gördüyünüz bax bu gözəl mütəxəssislər Doktor Kənan Rəhimovun psixologiya məktəbinin üzvləridir.
Və praktikumda bilsəniz necə maraqlı söhbətlər, daha bax bu insanlara aid olan psixoloji problemlər nə qədər incəliklərlə, xırdalıqlarla açıqlanılır. Ona görə biz də artıq vaxtaşırı lazımdır belə görüşlər keçirməyə, mənə elə gəlir ki, mütəxəssislər öz auditoriyasına daim təmasda olmalıdırlar. Razısınız da? Yəni biz insanları məlumatlandırılmalı, maarifləndirməli, problemin həqiqətən də çıxış yolu hardadır, hardan qalır. İnsan bilməyəndə çarəsiz qalır. Düşünür ki, hətta inandırım sizi ki, bugün ailə terapiyası hansı formada aparılır? Çox yanlış inanclara sahib olan insanlar var. Başqa cür düşünürlər. Ona görə də çəkinirlər, cütlük olaraq seanslara gəlməkdə qorxurlar. Belə düşünürlər ki, bu saat mütəxəssis tərəfindən kimsə tənqid olunacaq. 2 nəfərdən biri mütləq tənqid olacaq. O qorxu nəticəsində gələ bilmirlər. Ona görə bu məsələlərdə maarifləndirmək lazımdır insanları. Var da, var. Əlbəttə ki, amma bu qeyri-peşəkar yoldur. Mən keçən dəfə elə bu həftənin birinci günü idi də bu barədə mən geniş danışdım və yeri gəlmişkən onu söyləmək də istəyirəm ki, bir var, insan öz hüquqlarını, öz səsini dilə gətirə bilmir. Bunun şəxsi, belə deyim, komplekslərlə çox sıx əlaqəsi var da. O komplekslər aradan qaldırılandan sonra, zəncirlər qırılandan sonra insan danışmağı bacarır, emosiyalarına hakim olaraq öz seçimlərini, qərarlarını verə bilir. Amma ailələrdə sevgi münasibətlərində bir boşluqlar varsa, sevgi hissləri ölübsə, yoxdursa, bax deyirlər ki, əvvəlki kimi olmasını istəyirəm. İstək var, amma hiss yoxdursa, bu istiqamətdə elə bu həftədən sevginin reanimasiyası başlayır. Açıqdır ya, bugün qapılar açıqdır, bilirsiniz də, sevginin reanimasiyası şöbəsini açmışıq. Bugün yox, amma həftənin şənbə günü ilk görüşümüzdür. Yəni qapalı qrupda, onlayn formatda ailələr artıq daxil olacaqlar bu qrup şəklində. Məhz sırf ailə keysləri üzərində biz psixoterapevtik təhlil aparacağıq və nəinki təhlil, birinci görüşdə bir diaqnostika keçiriləcək. Sonradan artıq biz başlayacağıq addım-addım sevginin bərpası istiqamətində bütün mərhələləri keçməyə və ailələr sərbəst şəkildə həmin o təlimat əsasında evdə özləri, öz aralarında bu təlimatlara əsasən sevgi hüceyrələrinin belə deyim, oyanışına səbəb ola bilərlər əgər bu addımları etsələr. Ona görə bu istiqamətdə var belə bir təklifimiz də. Nə suallarınız olarsa direktə yazın. İstər qadınlar üçün olan marafonla bağlı, istər bax bu ailə terapiyasına bağlı və digər hər hansı bir suallarsa bu gün suallar yazırdılar iştirakçılar. Hamısını təbii ki cavablandıra bilmədik. Əsas məsələ odur ki, yığışdıq, toplaşdıq, danışdıq və belə görüşlərimizi təbii ki mütəmadi çalışaraq keçirək. Yaxşımı? Sağollaşaq. Təşəkkürlər xanımlar. Hepinizə minnətdarıq. Diqqətiniz üçün də izləyən sonadək. Sona qədər izlədiklərinə görə. Minnətdarıq. Sağ olun. Bir dəqiqə.